Hamıya salam. Bugün 9-ların buraxılış imtahanına düşən sualların izahına baxacağıq. Deməli, birinci sualdan başlayaq. Düzbucaqlının uzunluğunu 40%, enini 20% azaltsaq, sahə necə dəyişər? S bərabərdir A vurulsun B düsturu ilə hesablandığını hamımız bilirik. Deməli, uzunluğunu 40% azaltsam, A, deyək ki, uzunluğu A götürmüşəm. Çıxılsın 0,4A, qalacaq nə? 0,6A. Nəyə görə müəllimə 0,4A-nı çıxdım? Çünki A-nın 40%-ni tapsam mən görərəm ki, bu 0,4A kimi yazılır. Yəni qısa olsun deyə kəsir kimi belə yazdım. B çıxılsın 0,2B, bu da eləyir 0,8B. Yeni sahəni S1 ilə işarə eləsəm, bu eləyəcək 0,6A vurulsun 0,8B. Bu da eləyir 0,48AB. Deməli, əvvəl bunun əmsalında nə idi? 1, yəni 100% idi. İndi neçədə əmsal? 0,48. Yəni bu qalıb neçə faiz? 48% qalıb. Ondan neçə faiz azalıb? 100-dən 48-i çıxaram. 52% azalıb deməkdir. 58-ci suala baxıram. Kubun tilini 2 dəfə azaltdıqda həcmi neçə dəfə azalar? Kubun həcmi A kubu deməli düsturu ilə hesablanır. Tili də burada nədir? A-dır. İndi deyək ki, bunun tilini mən 2 dəfə azaltdım. A bölünsün 2-nin kubu yazmalıyam onda. Onda bunu atsam A kubu bölünsün 8 olar. A kubu nə idi? V, yəni əvvəlki həcmimiz idi. Bölünsün 8. Deməli, yeni həcm əvvəlki həcmdən neçə dəfə azdır? 8 dəfə azdır. Deməli, neçə dəfə azalar? 8 dəfə azalar. AOB açıq bucaqçısı. Deməli, 180 dərəcədir. CO perpendikulyarsa AB-yə. Bura 90 dərəcədir. Onda digər tərəfdə 90 dərəcədir. Bura 90 dərəcədirsə, DOC bucağı 25 olanda AOD bucağına neçə dərəcə qalır? 90 çıxılsın 25, yəni 65 dərəcə bura qalacaq. Daha sonra keçirik 60-cı suala. Burada deməli, həm sürətə, həm məxrəci nə etməliyəm? Vuruqlara ayırmalıyam. Vuruqlara ayıranda birinci bunu qruplaşdırım. M kvadratı çıxılsın M-in. Bu ikisini bir qruplaşdırım. 5M çıxılsın 5N-i də bir qruplaşdırım. Aşağıda kvadratlar fərqi müxtəsər olma düsturudur. Bunu açıram birbaşa. 5 çıxılsın M, 5 üstə gəlinsin M. Deməli, burada hər iki mötərizdən ortaq vuruğu çıxarıram. Burada olacaq nə? M vurulsun, M çıxılsın N. Burada da 5-i ortaq vuruq kimi çıxartsam. Burada yuxarıda da qalır M çıxılsın N. 5 çıxılsın M, 5 üstə gəlinsin M. Deməli, davam edirik. M üstə gəlinsin 5, yuxarıda qalır. Çünki M çıxılsın N ortaqdır deyə onu çıxardıram. Aşağıda 5 çıxılsın M, 5 üstə gəlinsin M. Bu ikisi eyni olduğuna görə nə olur? İxtisar gedir, yuxarıda qalır M çıxın, aşağıda qalır 5 çıxılsın M. Cavab da olur B variantı. Daha sonra baxırıq 61-ci suala. Tənliyini həll edin. Sadə bir tənlikdir. Vurub aça da bilərsiniz. Hər tərəfi 3-ə də bölə bilərəm. 3-ə hər tərəfi böləndə burada qalır 2. Deməli, x çıxılsın 2 bərabərdir 2-yə. X də bərabərdir nəyə? 4-ə. C variantı. Belə bir sadə yenə tənliklər sistemidir. Burada toplama üsulundan istifadə etsəm daha tez nəticə alaram. Deməli, hər tərəfi, tənliklərin tərəf-tərəfə toplayıram. Burada olacaq 3x, y mənfi y bunlar getdi. 0-ın üstünə də 6 gəlirəm, 6. X nəyə bərabər oldu? 2-yə. Məndən elə x-i istədiyinə görə daha y-i tapmıram. Hansı nöqtə bu funksiyanın qrafik üzərindədir? Əgər nöqtə funksiyanın qrafik üzərindədirsə, həmin nöqtənin x-ini də, y-ni də aparıb bu düsturda, funksiyanın düsturunda yerinə qoyanda doğru bərabərliyi almalıyıq. Misal üçün, A nöqtəsini, yəni A variantını qoyuram. Deməli, 0 bərabərdir, çünki y 0-dır. Mənfi 2 vurulsun, x-in nədir? 6. Üstə gəlinsin 6. Bu eləyir mənfi 12, bu eləyir üstə gəlinsin 6. Cavab burada eləyir mənfi 6. Axı 0 mənfi 6-ya bərabər deyil. Deməli, nədir? A nöqtəsi bunun üzərində deyil. D nöqtəsini yoxlayaq. 16 bərabərdir. Mənfi 2 vurulsun mənfi 5, üstə gəlsin 6. Bu elədir 10. 10 üstünə də 6 gələndə nə eləyir? 16. Deməli, D nöqtəsi, yəni D variantı bu funksiyanın qrafik üzərində olacaq. Tənasübündən x-i tapın 65-ci sualda bizə deyir. Tənasübün əsas xassəsi nədir? Kənar həddənası orta həddənası ilə bərabərdir. Deməli, mən bunu eləyə bilərəm? Çarpaz vuraram. 15x bərabərdir 21 vurulsun 5. Hər tərəfi 5-ə bölsəm 3x bərabərdir 21. Deməli, buradan alaram ki, x bərabər imiş nəyə? 7-yə. C variantı. 6.
6-dan nədə uşaqlar səhv edə bilər, onu indi deyəcəm. İlk 10 natural ədəddən təsadüfi seçilmiş birinin sadə ədəd olması ehtimalını istəyir. 10 natural ədəddən nədən başlayacağam? 1-dən. 1, 2, 3, 4, 5, 6, 8, 9, 10. Sadələri istəyir. Mən bundan neçəsi sadədir, onu seçməliyəm. Çaşar şagird biri sadə götürər. Bir sadə ədəd deyil, nə sadə deyil, nə mürəkkəb deyil. Ona görə nədən başlayacağam? 2-dən. 2 sadədir, 3 sadədir, 5 sadədir və 7 sadədir. Deməli, neçə dənə sadə ədəd oldu? 4 dənə. Məxrəcimdə nə yazmalıyam? Ümumi ədədlərin, mənə verilən ədədlərin sayını. Deməli, bunu da ixtisar eləsəm nə qalır? 5-də 2. Növbəti sual mərkəzi O nöqtəsində olan çevrədə. Bura 22-dir, bura 28-dir. Bu bucaq məndən BAC-ni istəyir. Yəni, baxın, bu bucağı. Mən O nöqtəsi ilə A nöqtəsini birləşdirsəm, mənə nəyi verəcək? Radiusu. Və BO da radius olduğuna görə 2 dənə deməli, mən burada nə aldım? Bərabər yanlış bucaq. Bərabər yanlış bucaqda oturacağı bitişik bucaqla bərabər deyə burada 22-dir. Digər O, A, S. Baxın, bu üç bucağa da baxanda burada erdir. Deməli, burada da bir dənə bərabər yanlış bucaq alıram. Onda bura neçə qalır? Burada 28. Məndən BAC bucağın istədiyinə görə mən 22 ilə 28-i nə edirəm? Toplayıram. Cavab da eləyir 50. Daha sonra baxarıq biz 68-ci suala. Sadə sualda yenə perimetrin tərəfini verib, kvadratın tərəfini verib, daha doğrusu perimetri istəyir. 4 ayla hesablanır. 4 vurulsun 12 nə edəcək? 48. 69-a baxıram. Sadə sualdır. Yenə 56 vurulsun -15. Aşağıda 14 vurulsun. 20 çıxılsın, 5 10-a vurdum neçə elədi? 50. 20-dən 10'u çıxdım, nə qalar? -30. 56 ilə 14-ü ixtisar edərim. Yuxarıda qalsın 4. -15 ilə -30 ixtisar edərəm. Aşağıda qalsın 2. 4-ü də 2-yə böldüm, neçə qaldı? Y variantı, cavab 2. 70-ci suala baxıram. Çoxədini vuruqlara ayırmağımı istəyir. Ayırım. X plus Y nədir məndə? Ortaqdır, düzdürmü? Bunu ortaq çıxardıram. Qalır nə? Birincidə qalır C. Çıx. İşarəsini qoyuram. İkincidə qalır nə? D. Vuruqlara ayrıldı. Cavab nə oldu? A variantı. 71-ci suala baxıram. Bu çoxluqları verib, məndən istəyir nəyi? A ilə B-nin kəsişməsi ilə C-nin fərqini. Birinci A ilə B-nin kəsişməsini hələ bir mən tapıram. Kəsişmə nə idi? Ortaqları seçəcəm. 1 ortaqdır, yazıram. 2 ortaqdır, yazıram. 4 ortaqdır, yox, yazma. 5 ortaqdır, yazıram. 6 ortaq deyil ki? Yox. İndi bu ikisi ilə bu deməli, bu A ilə B-nin kəsişməsində C-nin fərqini istəyir. Fərq nə idi? A ilə B-nin kəsişməsində olsun, C-də olmasın. Onda bu nə olacaq? A kəsişsin B ilə, fərq C. Burada A-da olsun, A 1, hər ikisində var, bunu götürməyəcəm. 2, C-də yoxdur ki? Yoxdur, yaz. 5, C-də yoxdur ki? Yoxdur, yaz. Deməli, bu nə oldu? Cavab oldu B variantı. Y variantı yazıblar, amma cavab səhvdir. Daha sonra 72-ci suala baxıram. Burada AB və BA-nın üzərində xət var. Yəni, o ədədlərin olduğunu göstərir. Mən bunu necə açacağım? 10-a üstə gəlinsin B, 10B üstə gəlinsin A. Məndən istəyir ki, bu şərti ödəyən 2 rəqəmli AB ədədini, yəni bu ədədi tapın. Bərabərdir 88, A çıxılsın B. Bunu yazaram. 11A üstə gəlsin 11B. Burada 88, A çıxılsın B. Hər tərəfi mən 11-ə bölsəm, qalacaq burada A üstə gəl B. Burada da 8, A çıxılsın B. Vurub atsam, A üstə gəlinsin B, 8A çıxılsın 8B. Bunu bu tərəfə, bunu bu tərəfə. Yəni 7A bərabər 9B olduğunu alaram. AB əgər bir ədəddirsə, deməli A və B hər biri rəqəm olmalıdır. Rəqəm olmalıdırsa A ədədi deyil, B də ədəd deyil. İkisi də rəqəmdir. Onda A 9-a bölünürsə, deməli A-nı elə 9 götürərəm, B-ni də elə 7 götürərəm. Çünki rəqəmlərin içindən 9-a və 7-yə böləni seçdim. Deməli AB ədədi nə olacaq onda? 97 olacaq. 73-cü suala baxıram. Qarşı təpələrindən biri koordinat başlanğıcında, digəri isə B 8 -8 nöqtəsində. Deməli, bir dənə Descartes koordinat sistemimi çəkim. Bir dənə deyir təpəsi koordinat başlanğıcında yerləşir. Digəri B 8, deməli, bura olsun 8, bura olsun neçə? -8. Bu nöqtədə yerləşir. B nöqtəsi. Bunlar qarşı təpələrdirsə, bu kvadratı çəkdim.
Bu diagonal olacaq avtomatik. Bura onda 8-dir. Burada y-ə görə yenə 8-dir. Deməli, hər bir tərəfi kvadrat olduğuna görə nə olacaq? 8 olacaq. Bizdən kvadratın sahəsini istəyir. S nə ilə tapılar? A kvadratı ilə. 8-in kvadratı nə edir? 64. 74-cü suala baxıram. İfadəsinin qiymətini tapın. Mən mötərizəni 2-ni vurub açanda burada müxtəsər vurma düsturu alınacaq. 2 tam %85-in kvadratı üstə gəlinsin 7 tam %15-in kvadratı vurulsun. 2 vurulsun. Bunu vurdum bura. 2 tam %85 vurulsun 7 tam %15. Bu eləyər. Deməli 2 tam %85 üstə gəlinsin 7 tam %15-in kvadratı. Bu da eləyər 10-un kvadratı. Cavab da eləyər 100. Yəni müxtəsər vurma düsturlarını bilməliyik. Deməli 75-ci suala baxıram. Bu natural ədədləri üçün x vurulsun y 6-dırsa, y vurulsun z 18-dirsə, bu x üstə gəlsin, y üstə gəlsin, z cəminin ən kiçik qiymətini istəyir. Həmişə cəmi ən kiçik istəyəndə bu ədədləri bir-birindən nə edirik? Yaxın seçirik. Deməli, mən nə edərəm? Y-ə 1 versəm, əgər y-ə 1 versəm, z olacaq 18. Deməli, mənim cəmim nə olacaq? Böyüyəcək. Mən deməli, onda x-ə neçə verərəm? X-ə verək, deməli, y-ə verək 3. Onda x olsun 2. Burada aşağıda 3 verəndə z olacaq neçə? 6. Deməli, bu ikisini gördünüz bir-birinə ən yaxın seçdim ki, aşağıdakı kiçik olsun. Y-ə 3 verəndə aşağıda deməli 6. Bunların cəmi nə olacaq? 6, 6, 5, üstə gəlsin 6, elədi 11. Əgər mən x-ə 3 versəydim, y-ə 2 versəydim, onda aşağıda 9 alınacaqdı. Yəni, 3 vurulsun z bərabərdir. Daha doğrusu, y-ə 2 versəydim, 2 vurulsun z bərabərdir 18 alınanda, z olacaqdı 9. Onda 9 üstə gəlinsin, 2 üstə gəlinsin, 3, cavab eləyəcəkdi 14. Bu cəm nə oldu? Böyüdü, ən kiçik olmadı. Ona görə y-ə mən 3 verirəm, x-ə 2 verirəm. Cəmim neçə oldu? 11. Deməli, keçirik 76-cı suala. Bərabər tərəfli LMN üçbucağının sahəsi ABC bərabər tərəfli üçbucağının sahəsindən 16 dəfə böyükdür. Yəni, bərabər tərəfli üçbucağının sahəsini necə tapıram? Tutaq ki, LMN-in, burada elə çəkiblər, tərəfi olsun A, ABC-nin tərəfi olsun B. A kvadratı kök 3 böl 4, o birisi də tapılacaq B kvadratı kök 3 böl 4 ilə. Amma bunlar, deməli, LMN-in sahəsi ABC-nin sahəsindən 16 dəfə böyükdür. Onda bərabərlik belə olacaq. Burada kök 3 bölünsün 4-lər ixtisar gedəcək. Alınacaq A kvadratı bərabərdir. B kvadrat vurulsun 16. Yəni bunların tərəflərinin arasında əlaqə. A bərabər 4B olduğunu alaram. Deməli, elementinki ABC-dən 4 dəfə tərəfi böyükdürsə, onda perimetrdən neçə dəfə böyük olacaq? 4 dəfə böyük olacaq. Yəni, PLMN bərabərdir 9 vurulsun 4. Bu da eləyəcək 36. Deməli, tərəfi əgər 4 dəfə böyükdürsə, perimetrdə 4 dəfə böyük olacaq. Yəni, oxşarlıqda necə demişdik? Tərəflərin nisbəti perimetrlərin nisbətinə bərabərdir. Yəni, K-yə bərabərdir hər ikisi. X, Y bölünsün X plus Y ifadəsinin qiymətini istəyir. Burada ayrıca yazıram X vurulsun Y nəyə bərabərdir? Bunu müxtəsər vurma kimi bir-birinə vuranda, müxtəsər vurma kimi yığsam, 25 çıxılsın 24, cavab eləyəcək 1. X üstə gəlsin, Y isə eləyəcək. Bunlar toplananda mənfi müsbət gedəcək. 5-in üstünə 5 gələcəm, eləyəcək 10. 1-i də böləcəm. Məndən nə istəyir bunu? 1 surətdə 10 məxrəcdə cavab eləyəcək 0,1. Deməli, gəldik ətraflı izah tələb edən suallara. 2 yeşikdə 50 kiloqram qənd var. Cəmi. Hər gün birinci yeşikdən 3 kiloqram. Bunu harada yazaq? Tutaq ki, birinci yeşikdə olsun x kiloqram, ikinci yeşikdə olsun 50 çıxılsın x kiloqram. Hər gün birinci yeşikdən 3 kiloqram, ikinci yeşikdən 2 kiloqram qənd götürürlər. 6 gündən sonra yeşikdəki qəndlərin miqdarı bərabər oldu. Deməli, 6 gündən sonra buradan neçəsi götürüləcək? X çıxılsın 18. Yəni, bir günə 3 kiloqramdırsa, 6 günə 18 kiloqram. Digərindən 50 çıxılsın X çıxılsın 12. 2-ni də vuracam 6-ya, belə olacaq. Deyir, bunlar
bərabərdir. Tənliklər və ya tənlik və ya tənliklər sistemi qurmaqla həll edin. Siz x, y deyib və qura bilərsiniz. Belə də tənlikdə və ya tənliklər sistemində. Bu ikisi bərabərdirsə yazacağam. X çıxılsın 18 bərabərdir. 50 çıxılsın x çıxılsın 12. Buradan tapsam 2x, digəri bura gəlsəm 18 çıxılsın 12 6, 50-dən də 6-nı çıxsam neçə eləyəcək? 44, x bərabərdir 22. Deyir ki, birinci yeşikdə nə qədər vardı? Birinci yeşiyə mən nə demişəm? 22 demişəm. Deməli, 22 kiloqram qənd var imiş birinci yeşikdə. Daha sonra 79-cu suala baxırıq. Satıcı şarın birini 12 qəpiyə alıb 15 qəpiyə satır. Bu biraz maraqlı sualdır. Satış zamanı 5 şar isə partlayıb. Deməli, birinci deyək ki, satıcı neçə dənə şar alıb? X dənə alsın. Tutaq ki, X dənə şarı alıb 12 qəpiyə. Deməli, neçə qəpik pul ödəyib? 12x. 15 qəpiyə satır. Nə qədəri? 5-i partlayıb axı. X dənəsini satmır artıq. X çıxılsın 5 dənəsini sata bilər 15 qəpiyə. Əla. O bütün şarların alqı-satqısından 6 manatdan çox gəlir əldə edib. Gəlir nə idi? Mənim satdığım pul çıxılsın maya dəyəri. Bu olsun maya dəyəri. Bu da mənim satış qiymətim. Deməli, gəlir nə olacaq? Satışdan mayanı çıxmalıyam. X çıxılsın 5 vurulsun 15, çıxılsın 12x yazacağım. Bu olacaq 15x çıxılsın 75, çıxılsın 12x. Burada yuxarıda qalır. Deməli, 3x çıxılsın 75. Bu deyir ki, bu yəni mənim gəlirim 6 manatdan çoxdur. 6 manatı da qəpiyə çevirirəm. Ona görə ki, yuxarıda mənə hər ikisini qəpiklə verib. Deməli, 3x çıxılsın 75 böyük olmalıdır nədən? 600-dən qəpiyə çevirdim. 3x böyükdür 675-dən. Deməli, burada da x böyükdür 225-dən. Ən azı neçə şar alıb satmışdır deyirsə, x ən böyük 225-dən sonra ən böyük ədəd neçədir? Birinci 226. Ən az deməli 226 dənə şar almışdır. Alıb satmışdır. Daha sonra keçirik 80-ə. Düzbucaqlı üçbucağın katetlərindən biri digərindən 2 cm böyük, hipotenuzundan isə 2 cm kiçikdir. Deməli, bir dənə düzbucaqlı üçbucağını çəkirəm. Düzbucaqlı üçbucağın katetlərindən biri digərindən 2 cm böyükdür. Hipotenuzundan isə 2 cm kiçikdir. Bu olsun x çıxılsın. Hipotenuzundan 2 cm. Birinə x deyək. Digərindən 2 cm böyükdür. X plus 2 olsun. Digəri isə deyir, hipotenuzundan 2 cm kiçik olsun. Deməli, bu katet digərindən 2 cm böyükdür. X plus 2. Hipotenuzdan isə 2 cm nədir? Kiçikdir. Bu üçbucağın hipotenuzunu tapın. Burada rahat görsənir ki, bu 6, 8, 13 bucağıdır Pifagor ədədlərindən. Lakin burada siz yazmalısınız ətraflı tənliyi. Onda Pifagor teoreminə görə x kvadratı plus x plus 2-nin kvadratı üstə gəlsin x plus 4-ün kvadratı kimi yazıb, bunu açıb, axırda bu cavabı alacaqsınız. Deməli, 81-ci suala baxırıq. Buranı silim. 81-ci sualda deyir ki, BS mərkəzi O nöqtəsində olan yarım çevrənin diametridir. BS qövsünün uzunluğu. Bu qövs əgər yarım çevrədirsə, mən çevrənin uzunluğunu 2 pi r ilə hesablayıramsa, məndə bu yarım çevrənin uzunluğu olacaq pi r. Bunu mənə verib 4 pi. P'lər gedir, r-in mən 4 olduğunu tapıram. Onda burada 4'dür, burada 4'dür. Sonra AO 6 cm-dir. Bura 6'ymış. Və AB bərabərdir. Deməli, AB bərabərdir AC olarsa, onda belə çıxır ki, bu bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaqda AO əgər BC-ni yarıya bölübsə mediandır, bərabər yanlı olduğuna görə həmçinin nədir bu? Deməli, hündürlükdür. Onda məndən fiqurun sahəsini istəyirsə, bu fiqurun sahəsini mən tapmaq üçün buradakı yarım çevrənin sahəsini üstünə gəlməliyəm ABC üçbucağının sahəsi. Deməli, ümumi S bərabər olacaq nəyə? 6 vurulsun 4. 2-yə bölmürəm, çünki yarısını onsuz götürdüm. Üstə gəlinsin bu çevrənin, yarım çevrənin sahəsi. Deməli, çevrənin özünün sahəsi necə tapılır? Pi r kvadratı. Yəni, pi vurulsun r-in kvadratı nədir? 16.
Amma yarımçevr olduğuna görə bunu nə etməliyəm? Yarıya bölməliyəm. Olacaq 8pi. Üstə gəlinsin 8pi. Bu da eləyəcək 24 üstə gəlinsin 8pi. Belə. Ümumi olaraq ortaydı düşünürəm. Nə çətin suallar da var idi. Çətin deyəndə, yəni nisbətən çətin. Bu açıq suallar biraz düşündürücü idi, biraz vaxt aparan idi. Amma ümumilikdə orta suallar idi. Hamıya uğurlar.